JavaScript'te iki müqayisə operatoru var. Onlardan biri 2 nida, biri isə 3 nidadır. Bunlar arasında ciddi bir fərq var və təhlükəsizlik baxımından biri daha təhlükəsizdir. Məsələn, bir dəyişən deyək, buna 3 deyək, ikinci dəyişən 5 isə buna dırnaq içərisində 3 deyək. Bunları kontrol etdikdə, əgər A bərabərdirsə B-yə, console.log deyək, məsəl üçün bərabərdir deyək. Əgər bərabər deyilsə, console.log bərabər deyil. Bu zaman bizə konsolda bərabər gələcək. Amma ki, faktiki olaraq bunlar ikisi bir-birlərinə bərabər deyirlər. Çünki bunlar fərqli tiplərdədir. Əgər mən bunları eyni tipdə versəydim belə, bunlar yenidən bərabər olardı. Amma ki, mən gəlib burada bir dənə bərabəri artırsam, bərabər deyil deyəcəklər. Çünki biz müqayisə etdikdə həm tip olaraq, həm dəyər olaraq müqayisə eləməliyik. Yəni ki, burada A-nın yerinə mən 0 yazıb, bura true yazsaydım, yenə də bərabər deyil deyəcəkdi. Amma ki, true deməyək, hətta 1 deyək buna, bərabər deyil deyəcək. Amma ki, 1 ilə true bir çox proqramlaşma dillərində eyni mənaya gəlir. Lakin tip olaraq eyni olmadıqları üçün if statement-da, yəni condition-da else düşməlidir. Yəni, bunun içərisi false qaytarılmalıdır. Amma ki, 2 bərabərlə eləsəydim, bərabər deyəcəkdi. Çünki tip yox, ancaq dəyər kontrol edir. Bu, təhlükəsizlik baxımından təhlükəlidir. Login forumlarda və s. bu şəkildə 2 bərabərlə yoxlama etməyin, ancaq 3 bərabərlə yoxlama edin.